Salam hər kəsə, kanalıma xoş gəlmisiniz. Bu gün sizə Azərbaycanın fiziki coğrafi mövqeyi və relyefi mövzusunu izah edəcəm. Videoya başlamazdan öncə kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Başlayaq. Əvvəlcə Azərbaycanın fiziki coğrafi mövqeyi ilə başlayırıq. Yəni Azərbaycan fiziki baxımdan harada yerləşir? Bildiyimiz kimi Azərbaycan Avrasiyada, Avropa və Asiya qitələrinin sərhədində Qafqaz regionunda yerləşən dağlıq bir ölkədir. Və Azərbaycan həmçinin Şərqi Avropa tavası ilə Ərəbistan tavalarının da toqquşma, yəni konvergent sərhədində yerləşən geosinkral ərazidə olan bir ölkədir. Sahəsi 86,6 min kvadrat kilometrdir. İndi baxaq görək Azərbaycanın ucqar nöqtələrinə. Deməli, Azərbaycanın şimal ucqar nöqtəsi Quton dağıdır. Bu, Balakən və Zaqatala rayonlarının sərhədinə düşür. Cənubda Astara çaydır. Astara rayonunda, şərqdə Şahdilidir, qərbdə isə Sədərəkdir, elə Sədərək rayonunda. Neft daşları isə bu Xəzərdəki ən şərq hissəsidir, neft daşları Pirallahı adasında. Daha sonra burada qeyd etmək olar ki, Rusiyanın ucqar cənub nöqtəsi Azərbaycanda yerləşir, Qafqaz dağları, Bazardüzü. Həmçinin Azərbaycanın ucqar şimal nöqtəsi isə, yəni Quton dağ. Bu isə Rusiyada bildiyimiz kimi bir sıra Muxtar Respublikalar tabeliyində olan ölkələr var. Onlardan biri də Dağıstan Muxtar Respublikasıdır. Azərbaycanın şimal ucqar nöqtəsi də həmin əraziyə düşür. Daha sonra keçək. Deməli Azərbaycan şimaldan cənuba doğru 400 km, qərbdən şərqə doğru isə 500 km məsafədə uzanır və quruda 5 ölkə ilə sərhəddir. Baxaq bu ölkələr hansılardır? Azərbaycan şimalda Rusiya ilə, şimal-qərbdən Gürcüstanla, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə ilə, cənubdan isə İranla sərhəddir. Şərqdə isə 825 km məsafədə Xəzər dənizi ilə sərhəddir. Azərbaycan həmçinin Xəzər dənizinin də qərbində yerləşir. Daha sonra İndi baxaq bu sərhədlər hardan keçir? Əvvəlcə baxaq Rusiya. Gördüyümüz kimi Azərbaycan şimaldan Rusiya ilə sərhəddir, düzdürmü? İndi biraz daha yaxından baxaq buna. Deyirik ki, Azərbaycan şimaldan Rusiya ilə sərhəddir, 391 kilometrdir sərhədimizin uzunluğu və baxaq görək bu sərhəd hardan keçir? Baxın, Samur çayı. Samur çayı Rusiya ilə sərhəddən axan çaydır. Həmçinin burada Sudur silsiləsi var. Bu 8 yazılan yer Sudur silsiləsidir. Samur çayı, Sudur silsiləsi və Böyük Qafqaz dağlarının ən əsas baxın burada böyük su ayırıcı silsilə var. Həmçinin buna Baş Qafqaz silsiləsi də deyilir. Baş Qafqaz və ya da böyük su ayırıcı silsilə. Baxın bu əsas 3 ərazi Rusiya ilə sərhəddə olan ərazimizdir. Daha sonra baxırıq Gürcüstanla sərhədimizə. Gürcüstanla şimal-qərbdən sərhədimiz var və 471 kilometrdir sərhədimizin uzunluğu. Bu sərhəd keçir Mazım çaydan, Qanıq çayı, Qabırlı çayı, Ceyran çolaqçaq dağı, baxın burada Çoban dağı var. Daha sonra Candar göl və Qarayazı düzündən keçir. Baxın burada da qeyd olunub. Daha sonra keçirik qərbdən. Qərbdən Ermənistanla sərhəddir və Ermənistanla ən uzun sərhədimiz elə Ermənistanlandır. 1007 kilometrdir sərhədimizin uzunluğu. Baxın, bura 11 qeyd olunub. Bura Murğuz silsiləsidir sərhəddə. Daha sonra gəlir Şahdağ silsiləsi, sonra Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, Yazı yaylası, Naxçıvanda isə Zəngəzur və Dərəliyə silsilələri Ermənistanla sərhəddə yerləşən fiziki obyektlərdir. Daha sonra isə biz keçirik Türkiyə ilə sərhədimizi deyək. Türkiyə ilə cənub-qərbdə çox balaca bir sərhədimiz var. 15 kilometrdir. Amma bəzən bu dəyişir. Çünki orada Araz çayı ilə keçir əsas sərhədimiz və Sədərək düzü də buradadır. Araz çayının məcrası bəzi illərdə dəyişdiyinə görə bəzən bu 13, 14, bəzən isə 15 kilometr göstərilir. Amma əsas yəni ümumi olaraq 15 kilometr sərhədimizin uzunluğu var deyilir Türkiyə ilə. Cənubdan isə İran İslam Respublikası ilə Azərbaycan sərhəddir. 765 kilometrdir sərhədimizin uzunluğu və bu sərhəd hardan keçir? Təbii ki də Araz çayından, baxın. Araz çayı, daha sonra bu hissədə Muğan düzü, bu hissədə Bolqar çay, daha sonra isə Talış dağları və Astara çaydan keçir sərhədimiz. Baxın, burada Brovar silsiləsi var, Peştəsər, 21 bu Dizdoni silsiləsidir. Bunlar sərhədə düşmür. Sərhəddə olan əsas ərazi Talış dağları silsiləsidir və Astara çayıdır bu cənubdan. Bu hissədə isə Bolqar çayıdır. Deməli, bu da oldu bizim İranla sərhədimiz.
İndi keçək Xəzər dənizində deyək, sonra rayonlara keçəcəyik. Baxın, Xəzər dənizi ilə dedik ki, şərqdə 825 km məsafədə Xəzər dənizinin əhatə olunub Azərbaycan və bu bayaq dediyi Rusiya ilə sərhəddə bax Samur çayı. Samur çayından Astara çaya qədər davam edən hissədir. Xəzərə çıxan düzənlikləri bilmək lazımdır. Hətta bir neçə il öncə bu qəbula düşmüşdü. Şollar düzü, Samur Dəvəçov balığı, Cənub-Şərqi Şirvan düzü, Səlyan düzü, Lənkəranov balığı. Bunlar Xəzər sahilində yerləşən deməli düzənliklərdir. Daha sonra bunu da dedik. İndi keçək baxaq rayonlarımıza. Baxın, bu iqtisadi rayonlar xəritəsindən rayonları daha asan, rahat görmək olur deyə bu xəritədən vermişəm. İndi baxaq. Biz bayaq dedik ki, Azərbaycan Rusiya ilə şimaldan sərhəd edir, düzdürmü? Baxaq görək hansı rayonlarımız Rusiya ilə sərhədə düşür? Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Qusar, Xaçmaz. Bunu dəfələrlə təkrar eləyərək özünüzə deyin. Bir yerdən sonra artıq dil əzbərinə çevriləcək və biləcəksiniz. Yerini də xəritdən əzbərləyin. Baxın, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Qusar, Xaçmaz. Bəzən uşaqlar burada Qubanı qarışdırır. Elə bilirlər ki, bəs Quba sərhəddə yerləşir. Amma baxın, Qusar ondan daha şimaldadır və Rusiya ilə sərhəddədir. Yəni Quba sərhədə düşmür. Sonra baxıram Gürcüstanla sərhəddə yerləşənlərə. Demişdik ki, Azərbaycan şimal-qərbdən, baxın bu hissədən Gürcüstanla sərhəd edir, düzdürmü? Deməli bizim Gürcüstanla sərhəddə yerləşən rayonlarımız hansılardır? Balakən, Zaqatala, Qax. Bu tərəfdən isə Qazax, Ağstafa, Tovuz, Samux. Burada da nəyi qarışdırırlar adətən? Baxın, bu Şəki yalnız Rusiya ilə sərhəddədir. Yalnız Rusiya ilə. Bunun Gürcüstana çıxışı yoxdur. Qax qoymayıb. Qax rayona baxın bir dənə. Deməli, bir Şəkini yadda saxlayım. 2 dənə Ş adamı çaşdırır burada. Bir Şəkidir, bir də Şəmkir. Çünki Samux rayonu da Şəmkiri qoymayıb sərhəd olsun. Deməli, Şəmkirlə Şəkini qəti şəkildə Gürcüstanla sərhəddə götürmürsünüz. Şəmkir ümumiyyətlə heç bir ölkə ilə sərhədi yoxdur. Daha sonra deməli, burada nəyə baxırıq? Aha. Burada əsas məsələ nədir? Balakən, Zaqatala, Qax 2 ölkə ilə sərhəd olan rayonlarımızdır. Həm Rusiya ilə sərhəddirlər, həm də Gürcüstanla. Hansılar? Balakən, Zaqatala, Qax. İndi keçək Ermənistanla sərhədimizə baxaq. Deməli, Azərbaycan dediyi qərbdən Ermənistanla sərhəddir, düzdürmü? Və 1007 kilometrdir. Ən uzun sərhədimiz Ermənistanla idi. Baxaq görək hansı rayonlarımız Ermənistanla sərhəddə yerləşir. Qazax, Ağstafa, Tovuz, daha sonra Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, hələ ki bu hissəni deyirəm, Naxçıvana keçəcəyik ayrıca. Baxın, Qazax, Ağstafa, Tovuz. Qazax, Ağstafa, Tovuz həm də Gürcüstanla sərhədidir. Deməli, Qazax, Ağstafa, Tovuz da 2 ölkə ilə sərhəddir. Həm Gürcüstan, həm Ermənistan. Baxın, Balakən, Zaqatala, Qax, Qazax, Ağstafa, Tovuz. Bunlar 2 ölkə ilə sərhəd olan rayonlardır. Sonra baxın, burada Daşkəsəni adətən uşaqlar qarışdırırlar. Daşkəsən də Ermənistanla sərhəddədir. Buranı dedik, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan. İndi keçirik Naxçıvana. Naxçıvan ərazisində olan bütün rayonlar Ermənistanla sərhəddir. Sədərək, Şərur, Kəngərli, Babəy, Şahbuz, Culfa, Ordubad. Baxın, hamısı Ermənistandan sərhəddir. Amma İranla isə hamısı yenə sərhəddir, amma bir dənə Şahbuzdan başqa. Deməli, Sədərək, Şərur, baxın, Sədərəkdir, Şərurdur, Kəngərlidir, Babəkdir, Culfadır, Ordubaddır. Bu rayonlar həm Ermənistanla, həm də İranla sərhəddə olan rayonlardır. Baxın, bu hissədə olanlar. Sədərək, Şərur, Kəngərli, Babək, Culfa, Ordubad. Burada Naxçıvanı niyə demirik? Çünki Naxçıvan özü rayon deyil. Naxçıvan Muxtar Respublikasının mərkəzi olan şəhərdir. Burada isə biz rayonlardan danışırıq. Sədərək, Şərur, Kəngərli, Babək, Culfa, Ordubad. Bu rayonlar deməli həm İranla, həm də Ermənistanla sərhəd olan rayonlar oldu. Buradan bir dənə biz Şahbuzu deyirik ki, yalnız Ermənistanla sərhəddir, İranla sərhədi yoxdur. Daha sonra keçirik biraz şərqə. Baxırıq deməli Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəllabad, Yardımlı, Leriş, Astara rayonları da İranla sərhəddir. Deməli, ümumilikdə İranla sərhəd olan rayonlarımız hansılar oldu? Sədərək, Şərur, Kəngərli, Babək, Culfa, Ordubad, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəllabad, Yardımlı, Leriş, Astara rayonları deməli İranla sərhəd olan rayonlarımız oldu. İndi baxaq görək Xəzər dənizinə bəs hansı rayonlarımız, hansı şəhərlərimiz çıxır. Baxın, Xaçmaz, Şabran, Siyəzən, Xızı. Bu hissədə Sumqayıtdır, sonra Bakıdır, Səlyan, Neftçala, baxın, Masallı, Lənkəran, Astara. Əslində bu
bir balaca hissə də Lənkəran hissəsidir. Sonra Masallıdır, sonra yenə Lənkəran özüdür və Astara rayonları deməli Xəzərə çıxan rayonlarımızdır. Bunu da dedik. Daha sonra baxaq Azərbaycanın relyefinə. Dedik ki, Azərbaycanın ümumiyyətlə 60%-dən çoxunu dağlar əhatə eləyir. İndi ümumi olaraq da baxaq. Deməli, ən çox görürsüz 31% 200 min metr aralığında olan yerdir. 27% isə 1000 metrdən daha yüksəkdir. 42% isə düzənliklərdir. Bunun 18% dəniz səviyyəsindən, yəni 0 metrə qədər dəniz səviyyəsindən aşağıda olan yerdir. 24% isə bildiyimiz ovalıqlardır, 0-200 metr. Sonra İndi baxaq ümumiyyətlə Azərbaycan ərazisinə görək hansı relyef vahidləri, hansı relyef formaları var. Baxın, Azərbaycan Qafqaz dağları ilə əhatə olunmuş, yəni belə deyək də, böyük relyef formaları burada Qafqaz dağlarıdır, Böyük Qafqaz dağlarıdır, sonra Kiçik Qafqaz dağlarıdır, Kür-Araz ovalığıdır, Talışdır və Naxçıvanın dağlıq əraziləridir. İndi gəlin bunu ayrı-ayrı hissə-hissə deyək. Əvvəlcə baxırıq nəyə? Birincisi deyək ki, Azərbaycan Qafqaz dağlarının cənub-şərqində yerləşir. Və Azərbaycanda Qafqaz dağları əsas iki hissədən ibarətdir. Böyük Qafqaz dağları və Kiçik Qafqaz dağları. Və Böyük Qafqaz dağları Azərbaycana daxil olur Tinov-Rossa zirvəsindən, baxın 3374 metrdən və Azərbaycan ərazisində bir sıra silsilələrdən ibarətdir. Bu hissə olur Baş Qafqaz və yaxud da Böyük su ayırıcı silsilə. Daha sonra bunun şimalında isə yerləşir yan silsilə. Yan silsilədən cənub-şərqdə Dübrar silsiləsi. Böyük Qafqaz, yəni Baş Qafqaz silsiləsindən bir qədər aşağıda, baxın o 7 olan yer Qovdaq silsiləsi, Niyaldağ silsiləsi, Ləncəbiz silsiləsi və Ələt tirəsi. Bu hələ Böyük Qafqaz dağları. Baxın bu hissədə şərqə doğru, Qobustandan da şərqə doğru dənizin altı ilə, yəni Xəzərin altında sualtı dağlarla davam eləyir. Türkmənistana qədər bu dağlar hələ belə gedir. Çünki bilirsiniz də, Qafqaz dağları Cavan dağdır və Alp-Himalay dağlıq qurşağının da bir hissəsidir. İndi burada nəyə baxmalıyıq? Əsas məsələ. Baxın, Böyük Qafqaz dağlarında dedik ki, əsas Baş Qafqaz silsiləsidir, düzdürmü? Baxın, Baş Qafqaz silsiləsi ta ki Baba dağa qədər kəskin parçalanmış yüksək zirvələrdən ibarətdir. Hətta burada Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü yerləşir. 4466, yəni 4466 metr hündürlüyü var. Həmçinin burada Tufan dağı var, 4191 metr. Sonra Bazaryurt var. Daha sonra Məlkəmuddur, Ahvaydır, Qutondağdır. Yəni belə böyük zirvələr var. Hətta əsas burada nəyi bilməliyik? Zəfər zirvəsi var. Azərbaycanda Bazardüzündən sonra ən hündür zirvə Zəfər zirvəsidir. 4301 metr. Deməli, Zəfər zirvəsi 4301 metrdir, Bazaryurt 4126 metrdir. Daha sonra burada var Çingiz Mustafayev 4063, Raqdan 4020. Yəni sözümün canı odur ki, 4000-dən yüksək zirvələr əsas ən çox yəni Azərbaycanda bu hissədədir. Baş Qafqaz silsiləsindədir. Daha sonra onun şimal hissəsinə dediyi yan silsilə yerləşir. Baxın, yan silsilənin ən hündür yeri isə Şah dağdır. Şah dağ burada zirvədir. Baxın, yan silsilənin ən hündür yeri Şah dağ zirvəsidir və 42-43 metr, yəni 4243 metrdir. Yadda saxlamaq da asandır. 42-43. 4243 metrdir. Daha sonra bunun yan silsilədən cənub-şərqdə dediyi Dübra silsiləsi yerləşir. Bunun da ən yüksək zirvəsi 2205 metrdir. Daha sonra bu Baş Qafqaz silsiləsindən cənuba 7 olan yer Qovdaq silsiləsi, daha sonra Niyaldağ, Ləncəbiz silsiləsi, Ələt tirəsi, belə-belə hündürlüyü azala-azala gedir. Baxın, bu Baba dağdan sonraki hissəsi Baba dağı qədər daha yüksək zirvələrdir. Baba dağdan sonra hündürlüyü azalmağa başlayır. Daha da azalır və Qobustanda artıq bu hissədə Ələt tirəsi alçaq dağlığa çevrilir və sualtı dağım olaraq gedir çıxır Türkmənistana. Böyük Qafqaz dağlarının şimali şərqində nə var? Şimal şərqində yan silsilə, Qusar maili düzənliyi, Samurda və Çobalığı, Samurda və Çobalığının tərkibində olan burada Şollar düzü yerləşir. Daha sonra Böyük Qafqaz dağlarının cənubunda Qanı Xəyir çay çörəkliyi yerləşir. Həmçinin deməli Acnohur düzü vardır. Daha sonra burada nəyə baxmaq istəyirdim mən? Böyük Qafqaz dağlarında cənub-şərq hissəsi. Cənub-şərq hissəsi isə Qobustan alçaq dağlığıdır, Ələt tirəsidir, Ləncəbiz silsiləsidir, sonra Abşeron-Qobustan ərazisidir. Bu oldu bizim Böyük Qafqaz dağlarımız. Daha sonra keçirik Kür çörəkliyi vilayətinə. Daha doğrusu Kür çörəkliyinə. Baxın,
Kür süreçliyinə təkcə Kür Araz ovalığı deyil, Kür Araz ovalığı bu arada bu ərazidir. Bura təkcə Kür Araz ovalığı deyil, eyni zamanda Qanıq Əyriçay çökəçliyi də daxildir. Baxın, Qanıq Əyriçay. Qanıq Əyriçay çökəçliyi, daha sonra Ceyrançöl. Bir dənə qoy bunu nişanlayayım, sonra indi deyəcəm. Baxın, bu ərazilər hamısı Kür çökəçliyinə aiddir. Kür çökəçliyinə aid olan ərazilər Qanıq Əyriçay çökəçliyidir, daha sonra Ceyrançöldür, daha sonra baxın burada Mingəçevirin şimalında Xocaşen var, cənubunda isə Bozdağı var. Bunu mütləq şəkildə yadınızda saxlayın, testdə qarşınıza çıxacaq. Mingəçevirin şimalında Xocaşen var. Bunu nətər yadda saxlaya bilərsiniz? Birinci bir şagirdim bunu gözəl bir söz demişdi. Xoca acı daş imiş. Baxın, burada sırayla görün necə gedir. Xocaşen, Acınohur, daşı silsilələri görürsünüz. Xoca acı daş imiş. Bunu da yadımızda saxlayırıq ki, deməli, Xocaşendən sonra Acınohur düzü gəlir, sonra daşı silsiləsi gəlir. Deməli, Acınohur düzü Xocaşenlə Daşüzün arasındaymış. Daha sonra bu Ceyrançöl Acınohur alçaqdağlığı adlanır ümumi və bu hardasa Girdiman çaya qədər davam eləyir. Həmçinin Qanıq Əyriçay ilə Girdiman çaya qədər davam eləyir. Sonra baxın, Palantökən silsiləsi, Bozdağ silsiləsi, daha sonra Qarayazı düzü, Gəncə Qazax düzü, Qarabağ düzü, Cəyən, İncə, Hərəmi düzləri və həmçinin Lənkəran ovalığı da bu hissəyə daxildir. İndi burada nə demək istəyirəm sizə? Baxın, Kür çayının sağında yerləşən düzənliklər var, bir də solunda. Bax, Kür çayı buradan axırda, düzdürmü? Kür çayının sağında yerləşir Gəncə Qazax düzü, Qarabağ düzü, Mil düzü, Muğan düzü, Səlyan düzü. İndi Kür çayının solunda yerləşənlərə baxırıq. Qarayazı düzü, Ceyrançöl, daha sonra Şirvan düzü, cənub-şərqi Şirvan düzləri. Bu isə olur Kür çayının sol sahilində. Və sağ sahili, sol sahili anlayışı nə deməkdir? Bildiyimiz kimi Kür çayı bu istiqamətə axırda, düzdür? Baxın, elə ki, burada dayanmışam. Mənim sağ tərəfimdə təbii ki, olan hissə olur sağ düzənlikləri, sol tərəfimdə olanlar olur sol düzənlikləri. Daha sonra İndi isə keçək Kiçik Qafqaz dağlarına. Bildiyimiz kimi Kiçik Qafqaz dağları, baxın, burada Ermənistanla sərhəddə Murğuz silsiləsi, Şahdağ silsiləsi yerləşir. Baxın, bu Şahdağ silsiləsi bu Göyçə gölü ilə Kür Araz ovalığını bir-birindən ayıran bir su ayırıcı sərhəddir əslində. Daha sonra Şahdağ silsiləsindən şərqə doğru ayrılır Murovdağ silsiləsi. Şahdağ silsiləsinin ən hündür zirvəsi Qocadağdır. Bax, bu xəritədə 3316 metr yazılıb, amma kitabda artıq 3318 metr qeyd olunur Qocadağ. Qocadağdan şərqə doğru, yəni Şahdağ silsiləsindən şərqə doğru gəlir Murovdağ silsiləsi. Murovdağın da ən yüksək zirvəsi Camış dağdır, 3724 metrdir. Bu ümumiyyətlə Kiçik Qafqaz dağlarının da ən hündür zirvəsi hesab olunur, 3724 metr. Həmçinin burada Kəpəz var, 3066 metr. Daha sonra Hinal dağı var, 3367 metr, Qoşqar dağı 3361, sonra Kəpəz 3066 metr. Bunları da əzbər bilmək lazımdır. Daha sonra bu hissədə baxın, Ermənistanla yeni sərhəddə Göyçə silsiləsi var. Yəni Murovdağdan cənub-qərbdə Göyçə silsiləsi var. Murovdağdan cənub-şərqə doğru isə Qarabağ silsiləsi gedir. Qarabağ silsiləsinin ən hündür zirvəsi Böyük Kirs dağıdır. Ümumiyyətlə burada Böyük Kirs və Kiçik Kirs dağları var. Böyük Kirsin hündürlüyünə əsas veriblər və öyrənməliyik. 2725 metrdir. Bunu da 27-25 olaraq yadda saxlaya bilərsiniz. Daha sonra isə baxırıq biz Qarabağ vulkanik yaylasına. Baxın. Qarabağ silsiləsindən qərbdə Qarabağ vulkanik yaylası yerləşir. Bildiyimiz kimi Azərbaycanda sönmüş vulkanlar var. Hansı ki, burada keçmişdə vulkan püskürmələri olub və həmin o lavalar parçalanıb. Burada Pəri çınqılı, Ay çınqılı, sonra Böyük İşıqlı, baxın, burada da yazılıb, Böyük İşıqlı, sonra Dəli Dağ, Qızılqaya kimi sönmüş vulkan, deməli, vulkanik dağlar vardır. Sönmüş vulkanlardır bunlar hamısı və Qarabağ vulkanik yaylasının ən hündür zirvəsi də Dəli dağdır, 3616 metrdir. Daha sonra həmçinin burada Yazı yaylası da yerləşir. Sonra baxırıq indi nəyə? Naxçıvana.
Naxçıvan ərazisində hansı relyef vahidləri var? Naxçıvanın şimalı Zəngəzur və Dərələyəz silsilələrindən ibarətdir. Zəngəzurun ən hündür zirvəsi Qapıcıqdır, 3904 metrdir. İkinci oradakı ən hündür zirvə isə Qazangöl dağıdır, 3829 metrdir. Burada həmçinin Dərələyəzdə isə ən hündür zirvə Kükü dağıdır. Kükü dağ 3120 metrdir. Bunu mən yadda saxlamaq üçün belə deyirdim ki, Naxçıvanda, yəni Dərələyəzdə Kükü ilə olan səhər yeməyinin qiyməti 31 manat 20 qəpikdir. Belə deyib yadda saxlayırdıq ki, 3120 metrdir bu. Daha sonra Naxçıvanda həmçinin düzənliklər var və bu düzənliklərin əsas xüsusiyyəti odur ki, bunların hündürlüyü 600 metrdən daha yüksəkdir. Hansılardır bunlar? Baxın, burada indi qeyd olmasa da Sədərəydir, Şərurdur. Şərurla Naxçıvan arasında Böyük düzdür, Naxçıvandır, Gülüstan, Yayçı, Ordubad düzləridir. Bax, bu düzlər orta Araz düzənlikləri gedir. Bəzən testə verir ki, orta Araz düzənliyi və yaxud aşağı Araz düzənliyi. Bunu uşaqlar qarışdırır ki, bilmir hansından nəyi götürsün. Baxın, elə bilin ki, bu Araz çayının orta hissəsidir Naxçıvanda olan. Ona görə də bura adlanır orta Araz düzənlikləri. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad. Bunu əzbərə bilməlisiniz sıralaması ilə. Aşağı Araz boyu düzənlikləri isə, baxın, burada olan da Cəyən, İncə, Hərəmi düzləridir. Bunlar isə aşağı Araz boyu düzənlikləridir. Daha sonra bu da oldu bizim düzənliklərimiz. Bir dənə Talış dağlarına da baxaq. Baxın, Talış dağlarında da bir-birinə paralel uzanan 3 əsas silsilə var. Buro var, Beşdəsər və Talış silsilələridir. Talış dağlarında 2 dənə yüksək zirvə var. Biri deməli Kömürgöydür, bir də Qızyurdudur. 2493 Kömürgöydür, Qızyurdu ondan balacadır. 2433 metrdir. Bunu da belə yadda saxlayırıq ki, Qızın boyu daha balaca olur. Ona görə də deməli Qızyurdunun hündürlüyü Kömürgöydən daha azdır. 2433 metrdir. Və bunlardan da əlavə şərqə doğru Lənkəran ovalığıdır. Həmçinin Lənkəran ovalığı, Səlyan düzü, daha sonra cənub-şərqi Şirvan düzü, Muğan düzü, sonra Samurdəvəç ovalığı. Bax, bunlar dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdir. Hətta Mil düzünün bir hissəsi də bura daxildir. Bu da testdə görəcəksiniz, qarşınıza çıxacaq. Bu da oldu Azərbaycanın relyefi. Ümumilikdə biz burada nədən danışdıq? Böyük Qafqaz dağlarından, sonra Kür-Araz ovalığından, yəni Kür çökəkliyindən, Kiçik Qafqaz dağlarından, Naxçıvanda olan dağ və düzənliklərdən və Talış dağları və Lənkəran ovalığından danışdıq. Daha sonra baxın, burada videonu saxlayıb bunu əzbərləyə bilərsiniz. Bu dağların hündürlüklərini əzbər bilmək lazımdır. Sonra baxaq indi Azərbaycana. Biz bayaq dedik ki, Azərbaycan Şərqi Avropa və Ərəbistan havalarının toqquşma zonasında, yəni geosinknal ərazidədir. Bu da o deməkdir ki, Azərbaycanda çoxlu tektonik qırılmalar var. Baxın, bu tektonik qırılmaların sərhədləri bu xəttlər üzrə keçir. Bəs alimlər hardan biliblər ki, bu xəttlər buradan keçəcək? Yəni, bunu özlərindən uydurmayıblar, belə deyək. Baxın, bu tektonik qırılmalar boyunca xəttlər var. Bax, rənglərin bir-birindən fərqləndiyi yer. Bu xəttlər boyunca Azərbaycanda çox güclü zəlzələlər olur, termal bulaqlar çıxır. Yəni daha geosinknal, daha belə deyək, hərəkətli olan hissələrdir. Ona görə də tektonik qırılmalar da tektonik zonaların sərhədləri bu xəttlər boyunca keçir. Və indi baxaq deməli birinci hissəyə. Baxın, burada bir yazılan yer Ön Qafqaz çökməsidir. Ümumiyyətlə Azərbaycanda çökmələr və qalxmalar bir-birini əvəz eləyir. Çökəklər və qalxan ərazilər. Məsələn, bura Ön Qafqaz çökməsidir. Bura isə Böyük Qafqaz tektonik qalxmasıdır. Bura Kür tektonik çökməsidir. Bu isə Kiçik Qafqaz tektonik qalxmasıdır. Bura isə Araz-Cavan platforması və yaxud da əyilmə zonasıdır. İndi baxaq birinci Ön Qafqaz çökmə zonasına. Baxın. Bu isə Ön Qafqaz çökmə zonasıdır. Deməli, burada nə var? Qusar maili düzənliyinin bir hissəsi, Samurdəvəç ovalığı və Şollar düzü. Baxın, bayaqçı xəritəyə qayıdaq bir dənə. Burada lap aydın görünür. Sərhəd elə buradan keçir. Samurdəvəç ovalığıdır, Qusar maili düzənliyidir və Şollar düzənliyi deməli Ön Qafqaz çökmə zonasına aiddir. Daha sonra gəlir Böyük Qafqaz tektonik qalxma zonası. Baxın, Böyük Qafqaz tektonik qalxma zonasına nələr aiddir? Təbii ki də Baş Qafqaz silsiləsidir, yəni baş suayıcı silsilə də deyilir buna. Yan silsilədir, Dövrardır, Abşeron Qobustandır. Baxın bu ərazilər. Burada da qeyd olunub. Baş Qafqaz, yan silsilə, Abşeron Qobustan. Və Qusar maili düzənliyinin bir hissəsi də, baxın, bu hissə və bura aiddir. Sonra gəlir Kür tektonik çökmə zonası. Bunun adı tektonik çökmə zonası olsa da, bayaq sizə dedim, Kür çökəkliyində yerləşən bəzi silsilələr var idi. Xoca Acıdaşdır məsələn.
Baxın, Qanı-Xəyər çayçökəkliyidir. Xocaşen, Acnohur düzü və Daşüz silsiləsi. Bax, Xocaşen silsilədir, Daşüz silsilədir. Daha sonra Palantökən silsiləsi, Bozdağ silsiləsi kimi silsilələr var burada. Bunlar da Kür tektonik çökmə zonasına daxildir. Bundan başqa Qarayazı düzü, Ceyrançöl, Gəncə Qazax düzü, Qarabağ düzü, Ceyən İncə Hərəmi düzləri, Mil düzü, Muğan düzü, Şirvan düzü, Səlyan düzü, Cənub-Şərqi Şirvan düzü və Lənkəran ovalığı da Kür tektonik çökmə zonasına daxildir. Baxın, hamısı Kür tektonik çökmə zonasına daxil olan ərazilərdir. Lənkəran ovalığı da bura daxildir, Ceyən İncə Hərəmi də bura daxildir. İndi baxaq Kiçik Qafqaz tektonik qalxmasına. Bura bir dənə fikir verin. Kiçik Qafqaz tektonik qalxması deyəndə təkcə Kiçik Qafqaz dağlarını nəzərdə tutmur. Eyni zamanda bura Naxçıvanın dağlıq hissəsi, yəni Zəngəzur Dərələyəz və Talış dağları da Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Bunu mütləq surətdə yadınızda saxlayırsınız. Baxın, Kiçik Qafqaz tektonik qalxmasına nələr aiddir? Deməli, Kiçik Qafqaz dağları, daha sonra Naxçıvanın dağlıq hissəsi, Talış dağları və ən əsas məsələ. Baxın bir dənə. Bayaq sizə Arazın sol sahilində yerləşən düzənlikləri sayırdığı Orta Araz düzənlikləri Gülüstan, Yayçı, Ordubad. Bu Gülüstan, Yayçı, Ordubad Kiçik Qafqaz tektonik qalxmasına aiddir. İndi sizə bunu göstərim bu xəritə ilə. Baxın bir dənə. Bu hissədə görürsünüzmü? Qəhvəyi rəngin tündlüyü bu hissədə daha çox artıb. Deməli, bu hissə daha hündürdür. Baxın, bura rənginə baxın, bir də bura. Siz bilirsiniz, qəhvəyi rəng baxın, ərazidə olan yüksəklik şkalasıdır. Tündləşdikcə deməli hündürlüyü artır. Bu Gülüstan, Yayçı, Ordubad düzləri daha hündürdə yerləşir və onlar Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Amma Sədərəy, Şərur, Böyükdüz, Naxçıvan isə baxın 5 yazılan yer. Sədərəy, Şərur, Böyükdüz, Naxçıvan düzləri isə deməli Araz Cavan platformasına aiddir. Bir də videonu sonlandırmamış onu qeyd edeyim ki, Azərbaycan dediyi geosinkronal ərazidə yerləşir və Azərbaycanda 8-9 ballıq, yəni maksimum 9 bala qədər zəlzələ ola biləcəyi yerlər var. Hansı ki, bu Şamaxı ərazisidir, Böyük Qafqazın cənub yamacı, cənub-şərq hissəsi xüsusilə də Şamaxı zonasıdır. Daha sonra Gəncə zonasıdır. Bir də Naxçıvanın Qapıcıq zonasıdır ki, 8-9 ballıq zəlzələ zonalarıdır. Qalan Abşeron, Qobustandır, Kür Arazdır, Lənkərandır. Bu ərazilər isə 7 ballıq zəlzələ zonalarıdır. Bu qədər. Kanala abunə olmağı və videonu bəyənməyi, şərh yazmağı unutmayın. Sağ olun.